2023-cü ildə Aşıq Veysəl ili elan olundu Türkiyədə və UNESCO-nun 41-ci baş konferansında Aşıq Veysəl anma proqramına daxil edildi. Bu Aşıq bizim vəqfdə bununla əlaqədar Aşıq Veysəlin ruhuna, Aşıq Veysəlin irsinə bir töhfədə bulunmaq istədi və Aşıq Veysəlin yenə həyatı, yaradıcı, fəlsəfi dünyası arada müxtəlif çox görkəmli müəlliflərin məqalələrini bir araya toplayaraq həm Türkiyə türkcəsində Almanca bunu nəşr elədi. Mən bu nəşrdə əməyi keçən hər kəsə, xüsusən də Almaniyadan uzaq yolu yaxın etdiyim bizim yanımızda olan Orxan Aras bəyə hər iki kitabın tərtibində iştirak edib, tərtibçisidir. Sonra bu bütün əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Və sizin yenə də vaxtınızı deyəsən çox aldım, ona görə üzr istəyirəm və yekun olaraq demək istəyirəm ki, Türk Mədəniyyəti İrsi Fondu bundan sonra da bu istiqamətdə fəaliyyətləri davam etmək niyyətindədir. Çünki Türk inteqrasiyon proseslərində mənəvi və mədəni birlik üçün bu çox önəmlidir və sözümü Aşıq Veysəlin təbirincə, bir sözüncə demək istəyirəm ki, Türk dünyası, dünya türkləri dayanışma içərisində birlik, bərabərlik və bütövlük uğrunda incə bir yol getməkdədir. Mən bu yolun daim işıqlı və açıq olmasını arzu edirəm. Mən bizim bu təqdimat, bizim Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də ilk əməkdaşlıq addımımızdır. Bundan sonra inşallah daha gözəl layihələri düşünürük bərabər, ortaq olaraq. Mən bizə bu şəraiti yaradan Türkiyə dövlətinin müvafiq qurumlarına öz təşəkkürümü bildirirəm. Bizim səfirliyimizi və onun mədəniyyət mərkəzini